Deyir ki, el-qaidetul ula. Birinci qayda nədir? Birinci qayda, biz bu qaydaları öyrənirik. Yaxşı olar ki, hələ hətta əzbərimizdə olsun. Əzbərimizdə olsun ki, hətta dəvət eləyəndə insanları ki, həqiqi tövhidin nə olduğunu bilək ki, o formada dəvət eləyək. Əgər bir insan bilmirsə, necə dəvət edə bilər? Yəni, ona görə mütləq bizə lazımdır tövhidi, yəni təfsilatı ilə bilək. Ümumi olaraq bilirik, hamı, bütün müsəlmanlardan soruşsan, yəni tövhidi təfsilatı ilə bilmirlər, amma ümumi bilirlər. Desən ki, yəni tövhid nədir? Deyəcək ki, Allaha ibadət edib, ona heç bir şey şərik qoşmamaq. Elə o deyənin özünün əməlinə baxsan, bəlkə də hardasa şirkə düşür. Niyə? Çünki tövhidi təfsilatı ilə öyrənmədiyinə görə. Yəni tövhidi, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmi və daha doğrusu bütün peyğəmbərlərin yəni göndərilmə səbəbi olan, məqsədi olan bu tövhidi təfsilatlı öyrənmək lazımdır. Hansı tövhid idi? Nə üçün peyğəmbərlər göndərilmişdi? Yəni nəyi çatdırmaq istəyirdilər?